Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər. İlahi Xitablar verilişindən sizləri xoş gördük. Bugünkü mövzumuz Bəqərə surəsinin 254-cü ayəsi barəsindədir. İlk olaraq ayənin tilavətini dinləyək. أنفقوا مما رزقناكم من قبل أن يأتي يوم لا بيع فيه ولا خلة ولا شفاعة والكافرون هم الظالمون. Bəqərə surəsinin 254-cü ayəsində Allah Teala iman gətirənlərə bir sıra əməli və etiqadi məsələləri bildirir. Burada demək olar ki, iman gətirənlərə əməli göstərişlərdən biri infaq məsələsidir. Lakin bu məsələ digər ayələrdə açıqlandığı üçün, məxsusən Bəqərə surəsinin 267-ci ayəsində infaq barəsində iman gətirənlərə Allah Teala xitab edir. Bu məsələni inşallah orada geniş formada siz əzizlərlə müzakirə edəcəyik. Bu ayədə keçən şəfaət və şəfaətin bir formada qadağan edilməsini nəzərə alıb, istərdik ki, bu ayədə şəfaət barəsində danışaq. Ümumən, Qur'an-ı Kərimdə şəfaət məsələsi necə açıqlanıb? Şəfaət nə deməkdir? Şəfaət kimlər olacaq? Kimlər şəfaət edəcək? Bu barədə istərdim ki, Qur'an-ı Kərimin baxışından bu məsələni siz əzizlərlə bahəm müzakirə edək. Ümumi olaraq, ilk növbədə bizim bilməyimiz zəruri olan məsələlərdən biri dini anlayışların dini mətinlərdə tərifinə diqqət etməkdir. Yəni, hər hansı bir anlayışı biz insanların baxışında müxtəlif mədəniyyətlərə nisbətə tərif edə bilmərik. Şəfaət anlayışı dini bir anlayışdırsa, biz ilk növbədə Qur'an, hədis və dini terminləri tərif edən kitablarda bunu axtarmalıyıq. Öz ümumi zehnimizlə, mədəniyyətimizlə bu anlayışları heç bir formada tərif etməyə icazəli deyil. Elmi baxımdan da bu yanlışdır. Şəfaət Qur'an-ı Kərimdə çox işlənən sözlərdən biridir. Şəfi sözündən götürülmüş şəfaət bir şeyi öz mislindən, oxşarından olan digər bir şeyi yapışdırmağa deyilir. Yəni, bir şeyi öz mislinə, öz oxşarına olan bir şeyi yapışdırmağa şəfaət deyilir. Bu, lüğət baxımından, leksik baxımından şəfaətin tərifidir. Dini baxımından şəfaət bundan ibarətdir ki, Allah Teala'nın izni, icazəsi ilə müəyyən əməl və şəxslər əməli baxımından az və yaxud məqamı baxımından az olan insanlara şəfaət edəcək. Ya onların əməli üstə qalxacaq, ya məqamı üstə qalxacaq. Bu, dini təlimlərdə, dini mətinlərdə şəfaətin tərifidir. Ümumi tərif. Şəfaət, bir də deyirəm, dini təlimlərdə budur ki, Allah Teala'nın izni, icazəsi ilə müəyyən əməl və şəxslər, müəyyən şəxslərin, yenə müəyyən şəxslərin, yəni bütün insanların yox, müəyyən şəxslərin əməllərinin azlığını çoxaltmaq üçün və yaxud məqamlarını çoxaltmaq üçün onlara şəfaət edəcək, dərəcələrini qaldıracaq. Bu, dini mətnlərdə keçən şəfaətdir. Bəs yaxşı, Qur'an-ı Kərimdə şəfaət edən, şəfaətçi və eyni zamanda şəfaət olunan məsələsi hansı formalarda açıqlanmışdır? Biz nisbi olaraq deyə bilərik ki, Qur'an-ı Kərimdə şəfaətlə bağlı olan ayələr, yəni ümumi olaraq 3 hissəyə bölünə bilər şəfaətlə bağlı olan ayələr.
Birinci qrup ayələr bundan ibarətdir ki, sanki şəfaət yoxdur. Tilavət etdiyim ayə kimi Bəqərə surəsinin 254-cü ayəsində şəfaətin olmayacağı gün və la şəfaətun, yəni qiyamət günü şəfaət olmayacaq. Bu birinci ayədir. Bəzi cahillər bu ayəyə istinad edərək isbat etməyə çalışmışlar ki, İslamda şəfaət yoxdur. Onlar Qur'an-ı Kərimin bir göstərişini tutub və eyni zamanda şəfaət məsələsini dini təlimlərdə başa düşmədikləri üçün elə güman etmişlər ki, şəfaət biz insanların o müəyyən cəmiyyətlərdə olan müəyyən bir böyük vəzifəli şəxsin fikrini, iradəsini dəyişmək üçün ona təklif olunan rüşvət kimidir. Yəni bunlar dini təlimlərdə olan şəfaəti biz insanların, o da ən aşağı cəmiyyətlərdə baş verən bir proseslə bir tutublar. Yəni, məsəl üçün bir insan işdən çıxardır müdürü, müdürün tanışı və yaxud müdürə fikrinə təzyiq göstərən bir şəxs müdürə zəng edir ki, filan kəsi işdən çıxarımsan, onu işə qaytar. Bəziləri elə düşünür ki, İslamın, şiyyəçiliyin, müsəlmançılığın dediyi şəfaətdir. Bunlar dediyim kimi, ya bu şəfaət anlayışını dini təlimlərdə doğru düzgün əxs etməyiblər, əxs edənlər də, yəni bilərəkdən, qərəz üzündən yalnız birinci bu qrup ayəyə istinad edirlər ki, Quranda şəfaət yoxdur. Birinci qrup ayə Bəqərə surəsinin 254-cü ayəsi oldu. İkinci qrup ayədə isə, diqqət edin, şəfaətin günahkarlara bir faydası olmayacağından söhbət gedirilir. Yəni burada şəfaət olunanlara şəfaət faydalı olmayacaq. Müddəssir surəsinin 48-ci ayəsində Allah Teala buyurur ki, şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir. Şəfaət edən var, amma şəfaət edən müəyyən bir dəstəyə şəfaət etsə belə heç bir faydası olmayacaq. Demək, burada şəfaət olunan şəxsin müəyyən bir xüsusiyyətə sahib olmalıdır. Elə Müddəssir surəsinin 42-ci ayəsindən ta 48-ci ayəsinə qədər bunların müəyyən xüsusiyyətlərini açıqlayır. Hansı insanlara Qur'an-ı Kərimdə şəfaət olunmayacaq bildirilmişdir? Allah Teala sual ünvanından soruşur. Sizi cəhənnəmə salan nədir? Sizi səqərə salan nədir? Onlar deyəcəklər. Biz namaz qılanlardan deyildik. 1. Kasbı da yedizdirməzdik. 2. Batıl sözlər danışanlarla birlikdə biz də danışardıq. 3. Və haqq hesab gününü yalan hesab edirdik. 4. Ölüm yəqinliyi bizə gələnə qədər bütün bunların hamısına əməl edirdik. Yəni bunların Allah Teala xüsusiyyətlərini açıqlayır, namaz qılmırdılar, kasbı əl tutmurdular, batıl sözlərə meyl edirdilər, haqq hesab gününü inkar edirdilər. Arxasınca Allah buyurur ki, odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Demək, ikinci qrupda ayə bunu bildirir ki, bunların halına şəfaət şamil olmayacaq. Üçüncü qrup ayədə isə Allah Teala buyurur ki, şəfaət Allahın izni ilə və bəzi xüsusi şəxslər və əməllərlə baş verəcək. Məsəl üçün, Bəqərə surəsinin 255-ci ayəsi, Yunus surəsinin 3-cü ayəsində bu məsələyə toxunur. Əvvəldə dediyim kimi, şəfaət həm əməldir, həm şəxsdir. Məsəl üçün, tövbə əməldir, şəfaət edir. Bir insan tövbə etsə, bu onun şəfaəti hesab olunur. Bu dünyada bir insan öz əməllərindən peşman olub tövbə etsə, Allah Teala onun günahlarını bağışlayır. Yəni, tövbədə bu məsələ var ki, insanı günahlarını bağışladır. İman, salih əməl və s. bu dünyada əməl olaraq şəfaətin bir hissəsidir. Şəxs olaraq da Allah Teala'nın Qur'an-ı Kərimdə buyurduğu kimi peyğəmbərlər, məsumlar və ilahi övliyalar həm bu dünyada, həm axirətdə şəfaət məqamına Allahın izni ilə çata bilərlər. Önəmli olan burada nəzərə alınması lazım olan məsələ budur ki, bir insan ki, şəfaət məqamına çatmaq istəyir,
özünü şəfaət edənlə uyğunlaşdırmalıdır. Əqidə baxımından, iman baxımından, düşüncə baxımından. Yəni, bu namaz qılsa da, bəli, namazında müəyyən bir nöqsanlar ola bilər, oruç tutsa da, orucunda müəyyən bir nöqsanlar ola bilər. Amma heç bir uyğunluq olmasa, Peyğəmbərlə, məsumla ondan şəfaət gözləməyin heç bir faydası olmayacaq. Odur ki, Qur'an-ı Kərimdə təqdim olunan şəfaət insanları nəinki əməldən uzaqlaşdırır, nəinki əməldən soyudur ki, mənə qiyamət gündə filan məsum şəfaət edəcəkdir. Yox, bəlkə Qur'anın təqdim etdiyi şəfaət insanı əmələ yaxınlaşdırır. İnsan öz sevdiyi, şəfaətini gözlədiyi məsum şəxs kimi olmaq istəyir. Şəfaətin Qur'an-ı Kərimdə təqdimi bundan ibarət idi. İnşallah, ümidvaram, hər birimiz bizə şəfaət edən şəxslər kimi olmağı səy edək, çalışaq və onlardan məqamımızın ucalmasını istəyək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.